Bu gün yuxudan neçədə durmusan? Saat 11-də. Necə durursan? Yorğunçuluq olur. Nə işləyirsən? Qəlyançı. Bu gün neçədə durmusan? Yatmamışam. Bayram, bu gün yuxudan neçədə durmusan? Bu gün yuxuda saat 1-də. Niyə gün orta birdə durmusan? Sonra nə edirsən? Sonra dururam, yemək yeyirəm, çay içirəm, silinçdən, lokuddan, bunlardan yeyirəm. Yuxudan neçədə durmusunuz bu gün? 8-dən 9-un yarısı. Bu gün yuxudan neçədə durmusan? 12-də. Yuxudan neçədə durmusan? 7-də. Niyə 7-də durmusan? Gələn səfərdən tez duraram olar. Gələn səfər 6-da dur. Yuxuda neçədə durmusan? 11 ya da 12 olmalı. Bilmirsən ki, tez durmaq bərəkətdir. Yox. Bu gün neçədə durmusunuz yuxudan? 8 işləmiş. 6-da. Həqiqətən. Bəli. Ciddən. Bəli. Mən də 6-da duran axtar. Nəyə görə 6-da durmuşdunuz? İmtahan hazırlaşır. Hansı universitet? Adınızı. Siz harda oxuyorsunuz? Neft sənaye. Hallı hədiyyə. Burada nə demək istəyirsiniz? Heç imtahanda yaxşı keçmək istəyir. Bizə uğurlar arzulamanızı istəyirik. Sağ olun. Sağ ol. Bu halleyi nə yeyəcəksiniz? Mən çayınçacı. Həqiqi? Burada. Yəni bunu həqiqətən yeyəcəksiniz. Yerinə bir daha baxaq. Bəlkə yeyilməli bir şeydir. Açıb baxa bilərik. Baxa bilərsiniz bəli. Hərəmizə bir dənə düşürdü uşaqlarla. Təşəkkür edirəm, sağ olun. Bu halleyi nə yeyəcəksiniz?